Şuşanın səsi. Şuşa, Türk dünyasının ictimai fikir və milli ideoloji mərkəzinə çevrilir. Əziz dinləyicilər, bu mövzunu biz siyasi elmlər doktoru, professor, Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri Elçin Əhmədovla birlikdə araşdırırıq. 2024-cü il iyulun 6-sında Qarabağın tacı mədəniyyət paytaxtı Şuşada Türk Dövlətləri Təşkilatının tarixində yeni bir ənənənin əsası qoyuldu. Belə ki, həmin il ilk dəfə olaraq Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin başçılarının qeyri-rəsmi zirvə görüşü keçirildi. Əziz dinləyicilər, növbəti söhbətimiz bu barədədir. Bəli, Aydan xanım, biz Türk dünyasının ictimai fikir və ideoloji mərkəzinə çevrilən Qarabağın tacı Şuşa haqqında danışırıq. Keçən verilişimizdə də bu haqda geniş danışmışıq. Keçirilən tədbirlər, eyni zamanda Şuşada quruculuq işləri, həm də artıq biz 24-cü ildə keçirilən tədbirlərin ən mühümlərindən biri olan 2024-cü il iyulun 6-sında Türk Dili Dövlətlər Təşkilatının Şuşada keçirilən zirvə toplantısı artıq yeni bir əsasını qoydu, qeyd etdiyiniz kimi. Və o baxımdan bu toplantının keçirilməsi həm ölkələrimiz arasında əməkdaşlığın və tərəfdaşlığın genişlənməsinə xidmət göstərən bir amil kimi qiymətləndirilməlidir. Həm də bunun məhz Şuşada keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhz işğaldan azad olunmuş Azərbaycanın Türk dünyasının, İslam dünyasının mədəniyyət paytaxtına çevrilmiş Şuşada keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Yəni iştirakçılar zirvə toplantısının həsr edildiyi beynəlxalq əlaqələr, nəqliyyat, iqlim dəyişikliyi və bir sıra mühüm sahələr üzrə Türk dövlətləri arasında əməkdaşlığın daha da genişlənməsinin vacibliyini həmin o toplantıda bir daha vurğuladılar. Həm də zirvə görüşü Türk Dövlətləri Təşkilatının gündəliyində duran məsələlərin dövlət və hökumət başçıları səviyyəsində müzakirəsi, reallaşdırılması baxımından da çox mühüm əhəmiyyət kəsb edir. Azerbaycan'a gideceğiz. Şimdi Türk Dünyası Kültür Bakanlarının oy birliğiyle 2023 yılı için Türk Dünyası Kültür Başkenti seçilmişti. Azerbaycan'ın Şuşa şehri çeşitli etkinliklere ev sahipliği yapıyor. İşte bugün Azerbaycan Kültür Bakanlığı'nın ev sahipliğinde Türksoy organizasyonunda bir etkinlik düzenleniyor. Çok sayıda davetlinin katılımıyla o noktaya gideceğiz biz de Şuşa'ya. Fatih Avanos kıymetli konuklarıyla yayınımıza katılacak. Türk dünyasının 2023'te başkenti Şuşa seçilmişti. Türksoy'un Bursa'da gerçekleşen toplantısının ardından ve bugün de Şuşa'da Türksoy'un ev sahipliğinde TRT Avaz'ın sponsorluğunda oldukça önemli büyük şenlikler düzenlendiğini ifade edelim. Türk Devletleri Teşkilatı Genel Sekreteri, Azerbaycan Kültür Bakanı, Türkiye'den TİKA Başkanı Serkan Kayalar, Türk dünyasının temsilcileri, Azerbaycan işgalden kurtardığı kültür ve medeniyet başkenti Şuşa'dalar ve burada Şuşa'nın Türk dünyasının 2023 kültür başkenti olması sebebiyle düzenlenen törenlere katılıyorlar. Açılış gerçekleşiyor. Her ülkenin, Türksoy'a üye ülkelerin yine yerel oyunları, milli dansları bu noktada davetlilere gösteriliyor. La Radio Internationale d'Azerbaïdjan 85. В эфире «Голос Шуши». Şuşada keçirilən zirvə görüşü çərçivəsində təkcə o müzakirələr yox, həm də elə həmin gün, yəni 24-cü ilin iyulun 6-sından söhbət gedir. Elə həmin gün Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşünün Qarabağ bəyannaməsi imzalandı. Bu mühüm sənəddə də Türk dünyasının regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan Türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və digər dəyərlərə söykənən bir ailə olduğu bir daha bildirildi. Sənəddə göstərilir ki, Türk Dövlətləri Təşkilatının dövlət başçıları geniş Türk dünyasından olan xalqların bir araya gətirilməsində Şuşa şəhərinin mənəvi əhəmiyyəti qəbul edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Şuşada keçirilən görüşün Türk xalqlarının birliyinin,
onların sülhə və ədalətə sadiqliyinin bariz təzahürü olduğu bəyan edilir. Həmçinin 100 minlərlə Azərbaycanlı keçmiş məcburi köçkünün öz ata-baba yurdlarına qayıdışı üçün şərait yaradacaq geniş miqyaslı mina təmizləmə fəaliyyəti və humanitar minasızlaşdırma səyləri də daxil olmaqla işğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpası səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəylik diqqətə çatdırılır. Tədbir iştirakçıları Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşünün 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı olmuş Şuşa şəhərində keçirilməsinin tarixi dəyərini vurğulayırlar. Büyük bir coşku içinde Şuşa çiseleyen yağmura rağmen çok büyük bir coşkuyla etkinliklere ev sahibi yapıyor. 11-13 Mayıs'ta düzenleniyor etkinlikler. Yarın son bulacak ve program kapsamında Azerbaycan, Kazakistan, Kırgızistan, Özbekistan, Türkmenistan, Türkiye, Kuzey Kıbrıs Türk Cumhuriyeti ve yine o noktada Altay'dan, Hakas'tan, Saha Yakut, Tataristan ve Tiva'nın yanı sıra Macaristan'dan da yine davetlileri ağırlıyor. Yüzlerce davetli Türk dünyasından bu büyük coşkuya şahitlik ediyor. Saldı məni beyin şerifine bu qanlı piyalə. Mədəniyyət paytaxtımız Şuşaya xoş gəlmisiniz. Həm də qeyd etmək lazımdır ki, Şuşa zirvə görüşü Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin və inteqrasiyanın daha da genişləndirilməsi, həmçinin həmin ölkələrlə bağlı bir sıra mühüm məsələlərin müzakirəsi üçün çox zəruri bir platform oldu. Hepinizi Uluslararası Türk Kültürü Teşkilatı adına saygı ve sevgiyle selamlıyorum. Kahraman Azerbaycan halkının azat ettiği bu kutsal topraklarda sizlere bir arada bulmaktan büyük memnuniyet duyuyorum. Bu bərpa quruculuq işlərində belə bir tədbirlərin keçirilməsi bizə çox böyük mənəvi dəstəkdir. Xoş gəlmisiniz deyirəm, uğurlu olsun. Bugün sizlerge Türk dünyasının kadim şeyhi Asaf Şuşa'da Türk dünyasının kültür başkenti açılış programına vesilesiyle bir arada olmaktan bu kıymetli programla istirahat etmekten büyük bir mutluluk duyuyorum. Çok şadım, xoşbaxtım ki bugün Türk dünyası bir yerde, birlikte böyle büyük tedbirler geçirdi. Şuşanı görəcəklər. Vandalların törətdikləri xarabalıqları görəcəklər. Güllələnmiş heykəlləri görəcəklər. Kəsilmiş ağaçları görəcəklər. Amma eyni zamanda səməndər quşu, Feniks kimi yenidən dirçələn, həyata qayıdan, abad, azad, gözəl Artıq işğaldan azad edilmiş şəhərdə keçirilən mühüm tədbirlər, bunları əvvəlki verilişlərimizdə də adını çəkmişik. Amma bir daha istəyirəm vurğulayaq ki, həm bərpa olunmuş Xarı Bülbül Beynəlxalq Musiqi Festivalı, həm bərpa olunmuş Vaqif Poeziya Günləri. Ondan sonra bir sıra siyasi aspektdən diqqət etirsək, Azərbaycan BMT əməkdaşlığının, tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı. Münaqişədən sonraki humanitar gündəliyin inkişafı, mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf mövzusunda keçirilən digər bir beynəlxalq konfrans. Ondan sonra ən mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri 22-ci il aprel ayında keçirilən Dünya Azərbaycanlılarının 5-ci qurultayı. Bu artıq zəfər qurultayı idi. Ondan başqa Cənubi Qafqazda İnkişaf Əməkdaşlığı adlı bir forum keçirildi. Sonra isə 3 mühüm Şuşa Qlobal Media Forumunun adını çəkməliyik ki, bu da dünyanın müxtəlif ölkələrindən ora gələn media nümayəndələrinin həm Qarabağ haqqında, Şuşa haqqında təsəvvürləri, həm Şuşanın tarixən Azərbaycana məxsus olması, tarixi Azərbaycan ərazisi olması, həm Şuşanın artıq Türk dünyasının mədəniyyət paytaxtına çevrilməsi baxımından əhəmiyyətlidir. Həm də dəfələrlə vurğuladığımız kimi orada ermənilərin işğal dövründə həyata keçirdiyi
dağıntılar, vandalizm aktları, mədəni soyqırım siyasəti, yəni tarixi mədəni irsimizə qarşı həyata keçirilən bu vəhşiliklərin həmin o media nümayəndələrinin təbii ki iştirakı ilə dünyaya çatdırılması baxımından o nümayəndələrin o toplantılarda iştirak etməsi çox vacibdir. Və sonra digər toplantılarında adını çəkmək olar ki, mədəni səpkili, məsəl üçün Türk Dövlətləri Təşkilatının zirvə görüşündən əlavə orada bir sıra başqa Türk mədəniyyətinin paytaxtı elan olunduqdan sonra bir sıra tədbirlər də keçirildi. Hansı ki orada Türkiyədən başqa digər türk dilli xalqlar da təmsil olunurdu və dövlətlər də təmsil olunurdu. Ondan başqa bir dənə də tədbir var, onu da anı çəkmək istəyirəm. Beynəlxalq Kulinariya Festivalı, digər başqa Şuşada keçirilən beynəlxalq ekspertlərin, digər siyasi xadimlərin iştirakı ilə keçirilən digər tədbirlər dünya ictimaiyyəti tərəfindən böyük maraqla izlənilmişdir. Ermenistan Başbakanı bu noktada halay çekiyordu. İşte 3 yıl sonra Türkler halay nasıl çekilir? Şuşa'nın kalbinde, valiliğin önünde Türk dünyası zaferini kutluyor aslında. Adı konulmasa da zaferini kutladığını ifade edelim. Tarihi anlar yaşıyoruz. Ve burada tarihi anları sizler için ekranlarınıza getiriyoruz. TRT Avaz canlı yayınında. İnanılmaz görüntüler. Türk dünyasının temsilcileri hep birlikte büyük coşkuyu, Şuşa'yı ve Karabağ zaferi kutluyor. Türksoy'un 2023 başkenti Şuşa ilan edilmesini kutluyor. El azattır, dil azattır, azat sazlar. Dəngi Şuşa, lı efireye. Tel azattır. Bəli, bu baxımdan əminliklə söyləyə bilərik ki, 2021-2024-cü illərdə keçirilən mühüm tədbirlər bir daha onu təsdiq edir ki, Şuşa Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı olmaqla yanaşı, ictimai fikir və milli ideoloji mərkəzə çevrilməkdədir. Bütün bu qeyd edilən faktlara və təhlillərə əsaslanaraq əminliklə söyləyirik ki, Azərbaycanın müasir tarixinin yeni və şərəfli dövrü yazılır. Biz Şuşa Türk dünyasının ictimai fikir və milli ideoloji mərkəzinə çevrilir mövzusundakı söhbətlərimizi burada yekunlaşdırırıq. Xatırladım ki, verilişin müəllifi siyasi elmlər doktoru professor Elçin Əhmədov, rejissor Ülviyə Zamanlı, aparıcı Xuraman Həsənova